Salam hörmətli tamaşaçılar. Deməli bugün Azərbaycan Milli Məclisinin plenar iclasında çox maraqlı bir mövzu müzakirə olunubdu. Mövzu təbii ki, vətəndaşların banklara olan kredit borcu ilə bağlı olubdu. Məlum olub ki, Azərbaycanda 3 milyondan çox deməli insanın banklara kredit borcları var. Hələ biraz araşdırsaz, biraz daha da çox ola bilər. Bu rəqəm hardasa Azərbaycanda elə bilin ki, 3 nəfərdən birinin banka borcunun olduğunu artıq biz beynimizdə deməli canlandıra bilirik. Belə olan halda bilirsiniz ki, banka borcu olan şəxslər heç bir halda ölkəni tərk edə bilmirlər. Yəqin ki, bundan xəbərimiz var. Əgər banklara borcunuz varsa və yaxud da hər hansı bir vergi borcu varsa, ölkəni tərk edə bilmirlər. Amma hal-hazırda burada söhbət gedir banklara olan borclardan və belə olan halda vətəndaşlar, həmin borcu olan vətəndaşlar ölkəni tərk edə bilmirlər. Amma buna baxmayaraq, bununla bağlı hər hansı bir alternativ yol kimi bir razılıq əldə oluna bilər. İndi yaxşı deyin, sizin də banklara borcunuz varmı?